İlqar Gülablı Qara Xəncər 2-ci hissə 1978-ci il dekabr ayının 31-i idi. Saat 22:00 idi. Yeni ilin gəlməyinə 2 saat qalmışdı. Hamı Ağa Hüseyngilə yığılmışdı. Uşaqlar yolkanın qarşısında oynayırdılar. Yolkanın yanında Şaxta baba və qar qızın kuklaları var idi. Uşaqlar yeni il Şaxta baba və qar qızla bağlı şeirlər deyirdilər. Uşaqların içində ən böyüyü Araz idi. Onun 8 yaşı vardı. 8 yaşı olmasına baxmayaraq, yaşına görə çox ağıllı və tərbiyəli uşaq idi. O uzun boylu, çevik bədənli, qara saçlı və gözəl göyçək bir oğlan uşağı idi. Onun qara qaşı və qara gözü var idi. Sifətinin quruluşundan elə bil Firudun özü idi. Ona baxan hər kəs Firudunu xatırlayırdı. Araz çox güclü uşaq idi. Anası onu idman məktəbinə qoymuşdu. O boksla məşğul olurdu. Boksla yanaşı eyni zamanda futbolla da məşğul olurdu. Neftçi futbol komandasının azyaşlılardan ibarət yığma komandasında oynayırdı. Digər uşaqlar isə Seymur, Ceyhunə və Elnur idilər. Ceyhunun 7, Ceyhunənin isə 6 yaşı var idi. Onlar Ceyhunun övladları idilər. Şahnaz gedəndən sonra Ceyhun nənəsi bəyimin təklifi ilə Şuşada yaxın qohumlarından olan Almaz adlı bir qızla ailə qurmuşdu. Almaz 18 yaşı olanda Ceyhunla ailə qurur və 20 yaşında Seymuru, 22 yaşında Ceyhunəni dünyaya gətirir. Onun 27 yaşı var idi. O qarayanız, orta boylu, arıq və ağır təbiətli, utancaq bir qız idi. Ceyhunun isə artıq 40 yaşı olmuşdu. Onun burnu hələ də düzəlməmişdi. Bir neçə dəfə Moskvada əməliyyat olsa da xeyri olmamışdı. Burnu ömür boyu əyri qalacaqdı. O Şahnazı tamamilə ürəyindən çıxarmış və Almaza aşiq olmuşdu. Amma Şahnazın Firudunla boşanmağına sevinirdi. Düşünürdü ki, Şahnaza yaxşı oldu. Böyüklərin sözünə baxıb mənimlə evlənmədi. Əgər mənimlə evlənsəydi, indi xoşbəxt olardı. Qoy indi o bir uşağı ilə dul qalsın. Mən isə evlənib xoşbəxt oldum. Qoy yana-yana qalsın. Elnur isə Ceyhunə ilə eyni yaşda idi. 1973-cü ildə dünyaya gəlmişdi. Onun da 6 yaşı var idi. Elnaz Ceyhunun iş yoldaşı polis kapitanı Fuadla evlənmişdi. Fuad Bakılı idi. O da Ceyhunla eyni yaşda idi. Ceyhungilə gələndə təsadüfən Elnazı görmüş, sonra valideynləri ilə bir bəhanə edərək qonaq gəlmişdi. O vaxtdan valideynləri tez-tez Ceyhungilə get-gəl edib, ağızların aramış və nəhayət elçiliyə gəlib Elnazı Fuada almışdılar. Elnaz 28 yaşında Fuadla ailə qurur, 29 yaşında ana olur. İndi isə onun 35 yaşı var idi. Heç qocalmamışdı. Əvvəlki gəncliyini və gözəlliyini itirməmişdi. Şahnaz da onun kimi idi. 35 yaşı olmasına baxmayaraq 25 yaşındakı
O əvvəlki Şahnaz idi. Sadəcə biraz kökəlmişdi. O Firidundan ayrıldıqdan sonra Berlindən Arazı da götürüb Rusiyaya, oradan da Bakıya gəlmişdi. Əli Soylunu ölümdən qurtardığı və SSRİ-ni xilas etdiyi, həmçinin Qara Xəncəri ifşa etdiyi üçün dövlət tərəfindən təltif edilmiş və Azərbaycan Sovet Sosialist Respublikası üzrə KGB-nin rəhbəri olmuşdu. Ağa Həsənə Ağa Hüseygilin qonşuluğunda bir ev verilmişdi. Ağa Həsən arvadı Anna, qızı Şahnaz və nəvəsi Arazla birlikdə bu evə köçmüş və orada yaşayırdılar. İndi onların hamısı Ağa Hüseyingilə qonaq gəlmişdilər. Onlar oturub yeyib içdilər. Ağa Həsən, Ağa Hüseyin, Ceyhun və Fuad bərk vurdular. Nəhayət saat 24:00 oldu. 1979-cu il yanvar ayının 1-i tamam oldu. Ceyhun şampanski partlatdı. Kişilərlə yanaşı qadınlar da şampanski içdilər. Şahnaz, Elnaz və Anna da içdilər. Amma Sona və Almaz da nə qədər israr etsələr də içmədilər. Sona televizoru açıb ASTV-dən və Rus kanallarından bayram konsertlərinə baxdılar. Uşaqlar yatdıqdan sonra Fuad və Elnaz Elnuru qucaqlarına alıb sağollaşıb getdilər. Ağa Həsən və Ağa Hüseyin balkondan söhbət edirdilər. Ceyhun çox içkili olduğundan tez yatdı. Şahnaz, Almaz, Anna və Sona isə stolun üstünü yığışdırırdılar. Seymur və Ceyhunə öz yerlərində yatmışdılar. Araz isə salonda divanda yuxuya getmişdi. Sona Arazın üstünü örtdü. Sonra onlar söhbətə başladılar. Sona soruşdu: Ay Şahnaz, heç səndən atasını soruşmur? Niyə soruşmur? Nə deyirsən? Deyirəm boşanmışıq. Atan bizi atıb gedib. Çox tərbiyəli uşaqdır, səni heç incitmir. Mənim arazım elədir, sağ olsun. Anna xala, mən evdə olmayanda ona çox gözəl baxır. Onlar evi təmizləyib qurtardıqdan sonra Şahnaz, Araz, Ağa Həsən, Anna sağollaşıb öz evlərinə getdilər. Firidun əşyalarını götürüb getməyə hazırlaşırdı. 6 yaşlı Məhəmməd və 5 yaşlı Məryəm anaları Elzadan soruşdular. İngiliscə: Ana, atamız hara gedir? İngiliscə: Atanızla biz boşanırıq. Uşaqlar, bundan sonra nə vaxt istəsəniz atanız gəlib sizi görəcək. Narahat olmayın. Sonra Elza üzünü Firiduna tutub dedi İngiliscə: Ah Firidun, mən sənə 8 ilimi vermişəm. Bir oğul və bir qız vermişəm. Bir dediyini 2 eləməmişəm. Amma sən yenə də Şahnaz deyilən o qadını unuda bilmədin. Hər gecə yuxuda da onun adını sayıqlayırsan. Məni sevə bilmədin. Fikrin elə Şahnazdır. Ona görə də artıq səninlə birlikdə yaşaya bilmərəm. Səndən boşanıram. İngiliscə: Məni istəmirsənsə, mən də gedirəm. Elza, sənə çox minnətdaram. Sən bu 8 ildə mənə çox əziyyət çəkdin. Amma məni bağışla. Mən Şahnazı unuda bilmirəm. Ona görə də elə boşanmağımız yaxşıdır. Sən get öz həyatını yaşa. Mən öz həyatımı. Elza 34-35 yaşlarında qısa boylu, kök, topbuş, sarışın, mavi gözlü, gözəl bir qız idi. O Anglo-Amerikan, yəni İngilis mənşəli Amerika vətəndaşı idi. Firidun Şahnazdan boşandıqdan sonra Amerikaya gəlmiş, burada CIA-ya xidmət edən hərbçi qadın olan
Eliza ilə